Bələdçimizin söylediğine göre Zəfər yolumuzu artık uzaktan siz görürsünüz ve bu dağların eteğinden dağlara tırmanan oğullarımız ve tırmanarak vətən torpağını geri qaytararaq özləri geri dönmeyen şəhidlərimizin çoxu burada şəhid olublar ve bu günləri bizə qürur anları ilə yaşadılar. Allah şəhidlərimizə rəhmət eləsin. Başı dumanlı Şuşa dağları, gəlin Şuşa, İgid Laçın oylaqlarımız, əlhəmdülillah ki bu günlər biz yaşayırıq, qürurla yaşayırıq, sevinerek yaşayırıq, içimizə niskil olaraq yaşayırıq və gedib geri dönməyən 90-cı illərdən üzü bir yana nə qədər oğullarımız var. Hər birinin qarşısında baş əyirəm, ruhları şad olsun, məkanları cənnət olsun. O bala niskili ilə yaşayan, əzabları ilə yaşayan şəhid analarının, şəhid xanımlarının, şəhid övladları qarşısında baş əyirəm. Allah məkanların cənnət etsin. Bax budur, zəfər yolumuz uzaqdan görsənir. Bu zəfər yolumuz daima əbədi uca olsun inşallah. Görün ben necə düşürəm buradan.